Salam dostlar, bugün sizə TikTokda canlı yayında öz izləyici sayınızı necə artıra bilərsiniz ondan danışacağım. Bir çox insan bu metodu bilmir. İndiyənə qədər bir çox üsullardan istifadə etdim, amma bu qədər effektiv üsul mən də istifadə etməmişdim. Tamamilə şifrəsizdir, sizdən TikTok hesabınızın şifrəsi tələb olunmur və siz də rahatlıqla bu üsuldan istifadə edərək TikTokda canlı yayında izləyici sayınızı bu şəkildə artıra bilərsiniz. Bu arada bu videomu bəyənən, kanalıma abunə olan və istifadəçi adını şərh qisminə yazan hər kəsə 100 TikTok takipçisi hədiyyə edəcəm. Bunu etməzdən əvvəl bu üsulu sizə hesabımızda hansı ayarı etməliyik onu göstərirəm. Buradan ayarlar bölməsinə daxil oluruq, ayarlar və gizliyə daxil oluruq və burada özəl hesab yazılan yeri var. Yəni hesabımızı bu şəkildə hər kəsə açıq edirik ki, biz də bu üsuldan istifadə edə bilək. Hesabımız mütləq şəkildə hər kəsə açıq olmalıdır. Ondan sonra biz buradan istifadəçi adımızı kopyalayırıq. Google-a daxil oluruq və axtarma yerinə bu saytı yazırıq. Takipçi.com düzgün şəkildə yazın, düzgün sayta daxil olun. Və buradan ən aşağı gəlirik. Bütün hilələr bölməsi var, ora daxil oluruq. Buradan biz TikTok hilələrinə gəlirik və burada TikTok canlı yayın hiləsi var, ora daxil oluruq. Bura öz istifadəçi adımızı və ya link yazırıq, hesabımızın linkini. Göndərmək istədiyiniz miqdarı seçirsiniz. Mən 100 ədəd seçirəm. Az-az göndərsəz daha yaxşıdır. Azərbaycanlı izləyici istəyirsinizsə Azərbaycan, xarici istəyirsə xarici server seçib göndər düyməsinə basdıqdan sonra 1 saat ərzində izləyicilər yavaş-yavaş sizin canlı yayınınıza yüklənir.